Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz dünyanın kənd təsərrüfatı sahələrindən olacaq. Ümumiyyətlə, kənd təsərrüfatı bilirik ki, maddi istehsalın ən qədim sahəsidir və geniş tətbiq olunan sahəsidir. Çünki əhalinin sayı artdıqca onların qidaya olan tələbatını ödəmək lazım gəlir və bu da kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Kənd təsərrüfatının inkişafına təsir edən amillər, bioloji amillər, aqroiqlim şəraiti və torpaq ehtiyatları olaraq üç cür qruplaşdırmaq olar. Bioloji amillər deyəndə məhsuldarlığın illər üzrə dəyişməsidir. Yəni bir torpağa daim əksək illər üzrə görərik ki, məhsuldarlıq azalır, torpaq qüvvədən düşür. Bu onun bioloji amili sayılır. Aqroiqlim şəraiti deyəndə istehsalın mövsümlüyü nəzərdə tutulur. Yəni yağışdan asılı olma dövrü, temperaturdan asılı olma dövrü. Bunlar istehsalın mövsümlüyüdür, aqroiqlim şəraitindən asılıdır. Torpaq ehtiyatları, torpağın məhdudluğu və torpaqların münbitliyinin fərqlidir. Yəni torpaq ehtiyatları azdır, kənd təsərrüfatına yararlı və bunların arasında da münbitliyinə görə o torpaqlar fərqlənir. Ən əlverişli münbit torpaqlarımız qara torpaqlardır. Ən əlverişsiz münbitliyi daha aşağı olan torpaqlarımız isə əkinçiyə az yararlı olan torpaqlarımız ibtidai və boz torpaqlar hesab olunur. Gəldik buna. Bu aqroiqlim ehtiyatı deməkdir. Ümumiyyətlə, kənd təsərrüfatında aqroiqlim ehtiyatlarının əhəmiyyəti böyükdür. Aqroiqlim ehtiyatı deyəndə nə başa düşürük? Ərazinin orta illik temperaturu, il ərzində günəşli saatların cəmini, yağıntıların orta illik miqdarı və hansı dövrdə yağıntının düşməsi, bunlar hamısı aqroiqlim ehtiyatları sayılır. Aqroiqlim ehtiyatların ən əsas göstəricisi temperaturun, orta skalaq temperaturun 10 dərəcə Selsidən yuxarı olmasıdır. 10 dərəcə Selsidən yuxarıdırsa orta skalaq temperatur, orada əkinçiliyi inkişaf elətdirmək olar. Burada fikir versək, tropiklər arasında aqroiqlim ehtiyatı daha yüksəkdir. Aktiv temperaturların cəmi 8000 dərəcədən yüksəkdir. Qütbə doğru isə temperaturların cəmi azalır, ən qütbdə isə 400 dərəcə Selsidən azdır. Orta temperaturların cəmi. Bizdə də bu bəzi əkinçilik üçün lazım olan temperatur miqdarları var. Misal üçün, çəltik əkinləri daha çox istilik tələb eləyir. Çəltik əkini üçün 3900-4500 dərəcə Selsi orta sutkalıq temperaturların cəmi olmalıdır. Ona görə ən çox Cənubi Şərqi Asiya ölkələri inkişaf elətdirib bunu, çəltik. Ən az tələbkar isə buğdadır. Buğdanın orta sutkalıq temperaturların cəmi 1600-2000 dərəcə Selsidir. Bu onun tarixən əkilməsi ilə əlaqədardır ki, tarixən əkilib və hər yerə uyğunlaşıb. Buğda 1600-2000 dərəcə Selsi orta sutkalıq temperaturların cəmi olarsa, həmin ərazilərdə artıq buğdanı əkiyə bilərik. Şəkər çuğunduru daha çox tələbkardır. Şəkər çuğunduru. Şəkər çuğunduru mülayim enliklərdə əkilir. İllik temperatur, sutkalıq temperaturların cəmi 2400-2700 dərəcə Selsi olmalıdır. Bir də kartof əkinləri də tələbatı azdır, daha doğrusu daha az istilik tələb eləyir və mülayim enliklərdədir. Kartof əkinləri üçün də 1900-3000 dərəcə Selsi temperaturların cəmi olmalıdır. Bu ən az buğda oldu 1600-2000 dərəcə Selsi. Sonra kartof da az tələbkardır 1900-3000 dərəcə Selsi. Şəkər çuğunduru 2400-2700 dərəcə Selsi. Ən çox isə çəltik tələbkar oldu 3900-4500 dərəcə Selsi aqroiqlim ehtiyatlarına görə. Daha sonra əkinçilik dedik ki, qədim sahədir, qədimdən inkişaf edir. Qədim əkinçilik mərkəzlərinə baxsaq, Cənubi Meksikada, Ant dağlarında Peru hissəsində, Efiopiya, Afrikada, Aralıq dənizi hövzəsi hal-hazırda əkinçilik inkişaf etdirilir. Cənub-Qərbi Asiyada ön Asiya hissə deyirik buna. Bu Efiopiyanı həmçinin qədim dövrdə Abisina adlandırırlar, qədim əkinçilik mərkəzi kimi. Daha sonra Mərkəzi Asiyada Özbəkistan, Türkmənistan, Cənubi Asiyada Hindistan, daha doğrusu Şərqi Asiyada Çin qədim əkinçilik mərkəzləri hesab olunurlar. Meksika, Peru, Efiopiya, yəni Abisina, Aralıq dənizi hövzəsi, Ön Asiya, Mərkəzi Asiya, Cənubi Asiya və Cənub-Şərqi Asiya əsas qədim əkinçilik mərkəzlərimiz hesab olunur. Dünyada torpaq ehtiyatları bərabər paylanmamışdır. Quraq iqlimdə olan ərazilər əsasən otlaqlar kimi, əlverişli iqlim şəraitinə malik olan yerlərdə isə becərilən torpaqlar istifadə olunur. Becərilən torpaqlar kimi istifadə olunur. Dünyada adam başına təmin olunma desək, torpaq sahəsi adam başına 0,44 hektar düşür. Lakin bu hər yerdə bərabər deyil. Misal üçün, Avstraliya torpaq ehtiyatlarına daha yaxşı təmin olunmuşdur. Sahəsi böyük olan ölkələrimiz, əhalisi az olan. Kanada torpaq ehtiyatlarıyla yaxşı təmin olunub. Amma Hindistanda əhali sayı çox olduğuna görə adam başına düşən torpaq ehtiyatına görə, Çində də adam başına düşən ehtiyata görə, Cənub-Şərqi Asiya əhali çox olduğuna görə adam başına düşən təbii ehtiyat, daha doğrusu torpaq ehtiyatı azdır.
Torpaqlar dedik becərilər və otlaqlar kimi istifadə oluna bilər. Becərilər torpaqlar əlverişli iqlim şəraiti olan yerlər, Amerikanın şərqi, Avropa mülayim iqlim qurşağı, yağıntılı yer olduğuna görə Cənubi Asiya, Cənub-Şərqi Asiya, Müsson, Şərqi Asiya, Musson iqlim olduğuna görə yağıntısı var. Bu hissələr əsasən becərilən torpaqlardır. Yerdə qalan quraq iqlimdə yerləşən hissələr isə otlaq sahələrdir. Məsəl üçün Amerika mərkəz hissələri otlaqdır. Braziliyanın bu hissələri savandadır. Bu hissəsi becərilərdir. Becərilər Atlantik okean sahilində olan qismən hissəsidir, savandalar, ora rütubətli olduğuna görə. Amma Braziliya savandalar materik daxili mövqeyə malik olduğuna görə qurudular. Yəni otlaq məqsədindən istifadə olunur. Afrikada otlaq məqsədindən istifadə, Avstraliyanın çox hissəsi otlaq məqsədindən istifadə olunur. Daha sonra gəldik. Kənd təsərrüfatında əkinçiliyin yeni bir növü alternativ torpaq, müasir əkinçilik, torpaqsız əkinçilik adlanır. Hidropon və kokopit sularından istifadə olunur. Hidroponda şirin su mühiti olur. Suyun içərisinə lazım olan qidalı maddələri əlavə edilir və bitkilərin kökləri suyun içərisində olur. Bu əsasən torpaq çatışmazlığından əziyyət çəkən ölkələr inkişaf elətdirir bu sahəni. Kokobit isə Cənubi Asiyada bitən kokos meyvəsinin qabığından hazırlanır. Qabıq preslənir, kərpic formasına salınır və ona su əlavə edərkən torpağı əvəz edə biləcək gücə malik olur. Və bunlar da ikisi birlikdə torpaqsız əkinçiliyi adlanır. Bir də yadımıza salaq, keçən dərsdə keçmişdik. Kənd təsərrüfatı təyinatlı torpaqlar dünyada 37%-dir. Bu 37%-in 10% becərilən, 26% otla, 1% isə çoxillik bitkilərdir. Bundan başqa torpaq ehtiyatımızın 31,5% dünyanın meşə ehtiyatları və yaşayış məntəqəsi, sənaye müəssisələri və digər obyektlərin altında qalan torpaqlarımızda 31,5% təşkil eləyir. Dünyada kənd təsərrüfatında çalışan bir işçinin ərzaqla təmin edilə biləcəyi insanların miqdarına görə Çində bir işçi işləyərkən 4 nəfəri, Rusiyada bir işçi 15 nəfəri, ABŞ-da bir işçi 79 nəfəri, İsraildə isə bir işçi 92 nəfəri qida ilə təmin edə bilər işlədiyi gücə görə. İsraildə həmçinin də Arava səhrası var ki, Arava səhrasında o cənnət yaradıb. Qızıl güllər əkiblər və bu qızıl güllərdə çox dözümlüdür. 8 gün solmadan qala bilirlər. Bildiyimiz səhranın içərisində cənnət yaradıblar Arava səhrasında, İsraildə. Daha sonra gəldik. Kənd təsərrüfatında məşğulluğa görə inkişaf etmiş ölkələr, Qərbi Avropa ölkələri, ABŞ, Kanada, Şərqi Asiya, Avstraliya kənd təsərrüfatında işləyənlərin sayı azdır. Çünki inkişaf etmiş ölkələrdə onlar elm tutumlu sahələr, xidmət sahələrində fəaliyyət göstərirlər. Amma inkişaf etməkdə olan ölkələr, xüsusən də Afrika ölkələri görürük, Şərqi Asiya, Cənub-Şərqi Asiya ölkələri, Latın Amerikası ölkələri, Cənub-Şərqi Asiya, İndoneziya kimi ölkələrdə kənd təsərrüfatında məşğulluğun sayı çoxdur. Yəni əhalinin yarısından çoxu məşğul olar, kənd təsərrüfatı ilə məşğul olurlar. Sonra Afrikanın, Mali, Niger kimi ölkələrində məşğulluq 94% təşkil edir kənd təsərrüfatında. Daha sonra kənd təsərrüfatında məhsullar istehsal edən ölkələrə baxsaq, kənd təsərrüfatı məhsullarının istehsalının həcminə görə ən çox seçilir Braziliya, ABŞ, Çin və Hindistan. Bunlar ən çox kənd təsərrüfatı məhsulu istehsal edən ölkələrdir, bu dörd ölkə. Digər göstəricilər isə addan başına düşən göstəricilər göstərir. Bundan başqa istehsal həcminə görə fərqlənənlər də Qərbi Avropa ölkələrini göstərə bilərik. Nəyə görə? Çünki onlarda istehsal intensiv yolla baş verir. Ümumiyyətlə kənd təsərrüfatının inkişafı iki əsas tipə ayrılır. Var əmtəli kənd təsərrüfatı, əmtəli. Var istehlak tipli kənd təsərrüfatı. Əmtəli kənd təsərrüfatı inkişaf etmiş ölkələr üçün xarakterlikdir. Burada əsasən kənd təsərrüfatı intensiv yolla inkişaf edir. Yəni yüksək məhsuldarlığa malik əkinçilik və yem bazasına əsaslanan intensiv heyvandarlıq xarakterlikdir. İntensiv deyəndə nə başa düşürük? Elmi texniki tərəqqinin son nailiyyətlərinin kənd təsərrüfatına tətbiq etməklə məhsul vahidinin artırılmasıdır. Amma inkişaf etməkdə olan ölkələr isə, yəni kasıb ölkələr isə istehlak tipli kənd təsərrüfatı inkişaf edir. Bu nə deməkdir? Yəni bu təsərrüfatda aşağı məhsuldarlığa malik ekstensiv əkinçilikdə və otlaq heyvandarlığı. Əmtəlikdə yem heyvandarlığı idi. İstehlakda isə otlaq heyvandarlığı inkişaf etdirilir. Ekstensiv tip deyəndə də, ekstensiv buna dedik. Ekstensiv tipdə nə edirik? Ənənəvi say artırmaqdır. Misal üçün sahə vahidini genişləndiririk, ərazinin sahəsini, işçi qüvvəsinin sayını artıraraq, məhsuldarlığı artırırıq.
ənənəvi avadanlıqları bərpa etməklə məhsuldarlığı artıra bilərik. Bunlar adlanır ekstensiv. Amma intensiv elmi-texniki inqilabın nailiyyətlərini kənd təsərrüfatına tətbiq etməklə məhsuldarlığın artırılması ki, növbəti slaydlarda izah edəcəm. Yaşıl inqilab və biotexnoloji inqilab. Növbəti keçdik. Aha, yaşıl inqilaba gəldi. Yaşıl inqilab nədir? Bu dedi intensiv yolda. 1930-cu ildən etibarən ABŞ-dır, Kanadadır, Böyük Britaniya kimi ölkələr kənd təsərrüfatını inkişaf elətdirmək məqsədilə yaşıl inqilabdan istifadə edirlər. Yaşıl inqilabın mahiyyəti odur ki, burada artıq əsas da dünya ehtiyatını təmin edən qida taxıldır. Yüksək məhsuldarlığa malik taxıl sortları əldə etmək istəyirlər. Aqrotexniki qaydaları kənd təsərrüfatına tətbiq etməklə məhsuldarlığı genişləndirirlər. Suvarılan sahələri genişləndirirlər. Gübrələrdən zərərvericilərə qarşı dərman preparatları istifadə edərək məhsuldarlığı daha dözümlü, yəni məhsulları zərərvericilərə qarşı daha davamlı edirlər deyə daha çox məhsul əldə edirlər. Buna yaşıl inqilab deyilir. Yaşıl inqilab əvvəllər inkişaf etmiş ölkələrdə idisə, son illərdə inkişaf etməkdə olan ölkələrə doğru meyl eləyir. Bunlar hansı ölkələrdir? Braziliyada qəhvə, şəkər, qamışı istehsalında yaşıl inqilab tətbiq olunur. Argentinada taxıl sortlarının inkişafında yaşıl inqilab tətbiq olunur. İndoneziyada çəltik, təbii kauçuk, yəni heveya bitkisi, Türkiyədə taxılçılıq, pambıq, tütün istehsalında tətbiq olunur. Hindistanda çay, şəkər qamışı, çəltik istehsalında yaşıl inqilab tətbiq olunur. Bu 1930-cu ildə yaranır. Amma 1980-ci ildən sonra isə yaşıl inqilab artıq biotexnoloji inqilabla əvəz olunur. Biotexnoloji inqilab nə deməkdir? Biotexnoloji inqilabın əsas məqsədi kənd təsərrüfatı bitkilərinin təbii şəraitdən asılılığını azaltmaqdır. Bunun da iki istiqaməti var. Var orqanik istiqamətli kənd təsərrüfatı, var GMO, geni modifikasiya olunmuş kənd təsərrüfatı. Orqanik istiqamətli kənd təsərrüfatı burada gübrələrdən, pestisidlərdən istifadə eləmirlər. Yəni zərərvericilərə qarşı dərman preparatlarından istifadə olunmur. Tam təbii şəkildə bitkilər yetişdirilir. Təbii gübrələrdən istifadə oluna bilər, man peynindən, bitki tullantılarından istifadə oluna bilər. Bu məhsulları inkişaf elətdirmək, zərərvericilərə qarşı da dözümsüz olur bu orqanik məhsullar. Ona görə məhsuldarlığı aşağı olur. Amma o ekoloji cəhətdən təmiz məhsuldur. Ona görə əkinə daha çox maya dəyəri qoyulduğuna görə qiymətləri də ekoloji cəhətdən təmiz olan orqanik məhsulların qidaları da daha bahadır. Ən çox orqanik əkinçiliyi inkişaf elətdirən ölkələr Almaniya ilə Avstriya ölkələrini göstərə bilərik. Bir də var GMO məhsulları. GMO nədir? GMO yeni modifikasiya olunmuş məhsullar deməkdir. GMO məhsulları. Yəni genetikası dəyişdirilir məhsulların, bitki və heyvanların fərqi yoxdur. Genləri dəyişilir, yeni orqanizmlər yaradılır və həmin orqanizmlər də xəstəliklərə, zərərvericilərə qarşı daha davamlı olurlar. İlk dəfə 1983-cü ildə ABŞ-da tətbiq olunub GMO. Soya, qarğıdalı, yəni tərəvəz, bostan bitkilərinin üzərində tətbiq olunub. Onların dözümlülüyünü artırmaq məqsədi ilə. 1994-cü ildə isə artıq satışa çıxarılıb. Hazırda GMO məhsullarını istifadə edən ölkələr daha çoxdur. ABŞ, Kanada, Meksika, Latın Amerikası ölkələri, Afrikada, Çin, Hindistan, Avstraliya, İndoneziya kimi ölkələr və buradan İspaniya, Portuqaliya kimi ölkələr GMO məhsullarından kənd təsərrüfatını geniş tətbiq edirlər. Amma inkişaf etmiş ölkələrdən Qərbi Avropa ölkələrinin çoxu isə GMO-dan istifadə etmirlər. Çünki onlar sağlamlığa ziyandır və bunun qarşısını almaq üçün onlar istifadə eləmirlər GMO məhsullarına. Daha sonra gəldik növbəti slaydımıza. Buğda əkinləri ilə bağlıdır. Ümumiyyətcə, kənd təsərrüfatında əsas sahələr bitkiçilik və heyvandarlıqdır. Bitkiçilikdə isə ən çox pay olan təsərrüfat isə taxılçılıqdır. Taxılçılıq dedikdə taxıl əkinləri deyəndə buğda, qarğıdalı, çəltik nəzərdə tutulur. İlk növbədə buğdaya baxaq. Buğdanın əsas ixracatçıları ABŞ-dır, Kanadadır, Argentinadır, Avstraliyadır, Fransadır. Bunlar buğdanın əsas ixracatçılarıdır. Qərbi Avropa ölkələri, Yaponiya isə buğdanın əsas idxalçılarıdır. Çində, Hindistanda da buğda ehtiyatları var, lakin onlar öz daxili tələbatlarını ödəyirlər, heç ödəyə də bilmirlər və kənardan da alırlar. Özləri həm istehsalçılardır, həm də özləri istehlak edirlər deyə dünya bazarına çıxara bilmirlər. Buğda əkinləri. Ümumiyyətlə burada da buğdanın yumşaq buğdanın vətəni var və bərk buğdanın vətəni var. Bərk buğdanın vətəni Efiopiyadır, yumşaq buğdanın vətəni isə Ön Asiyadır, Qafqaz bölgəsində Gürcüstan ərazisini göstərə bilərik.
Daha sonra gəldik çəltik istehsalına. Çəltik rütubət sevən bitki olduğuna görə əsasən rütubətli ərazilərdə ekvatorial iqlim, subekvatorial iqlim, subtropikal musson meşələri zonasında əkilib. Hindistan, Çin, Cənubi Koreya, Yaponiya, Cənub-Şərqi Asiya ölkələri və ABŞ-da musson iqlimi olan hissələrində çəltik əkilir. Braziliya ekvatorial iqlim qurşağında çəltik əkinlərinə görə, istehsalına görə fərqlənən ölkələrdir. Çəltik məhsuldarlığı yüksəkdir. İldə 2 dəfə məhsul götürmək mümkündür. Demək olar ki, buğda ilə eyni miqdarda əkilir, məhsul götürülür. Lakin çəltik dünya bazarında az çıxarılır. Çünki onu əkən əsas Cənub-Şərqi Asiya ölkələridir və Cənub-Şərqi Asiya ölkələri öz əhalisi çox olduğuna görə və qida rasionunda düyü daha çox istifadə olunduğuna görə onlar ancaq öz istehlakını tələb edirlər. Özlərini təmin edirlər. Hətta kənardan da çəltik almaq məcburiyyətində qala bilirlər. Yəni buğda ilə əkin məhsuldarlığı eyni olsa da, buğda dünya bazarına çox çıxarılır, amma çəltiyi az çıxarılır dedik. Daha sonra taxıl bitkilərindən buğda, çəltik dedik. İndi isə qarğıdalıya gəldik. Qarğıdalının vətəni ümumiyyətlə Amerika qitəsi hesab olunur. Əsasən çöl zonalarında daha yaxşı inkişaf elətdirilib. Kanada, ABŞ, Meksika, Venezuela, Braziliya, Argentina kimi ölkələr, Car, Hindistan, Çin, Rusiya, Ukrayna, Türkiyə, Avstraliya kimi ölkələrdə qarğıdalı istehsalına görə fərqlənən ölkələr hesab olunur. Vətəni də oldu Amerika qitəsi. Kartof əkinləri mülayim iqlim qurşağında, əsasən çöl zonasında baş verir. ABŞ-da prerilər, yuxarı hissədə isə Rusiya, Polşa, Ukrayna ərazisində isə steplərdə əkilir. ABŞ-dır, Polşadır, Almaniyadır, Ukraynadır, Rusiyadır, Çin və Hindistanda da kartof əkinləri mövcuddur. Daha sonra gəldik kətan istehsalı. Kətan da mülayim iqlim qurşağının bitkisidir. Kanada, Almaniya, Fransa, Polşa, Ukrayna, Belorusiya və Rusiya kimi ölkələrdə əkilir. Mülayim iqlim qurşağında aqroiqlim ehtiyatından az tələbkar olan bitkilərdən idi. Pambıqçılıq. Pambıqçılıq quraq iqlimi istəyir. İnkişaf dövründə isə rütubət sevir. Pambıqçılığın əsas əkin mərkəzləri ABŞ-dır, Braziliyadır, Türkiyədir, Misirdir, Özbəkistandır, Pakistan, Hindistan, Çin, Avstraliya. Əsas pambıq ixracatçılarıdır bu ölkələr. Afrikada Misiri, Mərkəzi Asiyadan Özbəkistanı, Cənubi Asiyadan Pakistan, Hindistan, Şərqi Asiyadan Çin, Cənubi Asiyadan Türkiyəni, Braziliyada da həmçinin pambıq əkinləri mövcuddur dedik. Daha sonra gəldik zeytun əkinlərinə görə. Zeytun əkinləri, zeytun sitrus meyvəsi olduğuna görə Aralıq dənizi iqlimi olan hissələrdə daha genişdir. Ən çox zeytun əkininə görə İspaniya daha çox seçilir. Fransada, İspaniyada, Portuqaliyada, Yunanistan'da, Türkiyədə, İtaliyada bu kimi ölkələrdə, Aralıq dənizi sahilində yerləşən ölkələrdə zeytun əkinləri var. Tütün istehsalına görə fərqlənən ölkələr ABŞ, Meksika, Kuba, əsasən tropiki dəniz tipləri olan ölkələr, qismən rütubətli və isti yerlər. Kolumbiyada, Braziliyada, Cənub Avropadan İspaniya, Cənub-Şərqi Avropadan Bolqarıstan, Türkiyə, Yunanistan, Hindistan, Çin və İndoneziya tütün istehsalına görə fərqlənən ölkələrdir. Diqqət edirik ki, Türkiyədə də tütün var, ABŞ-da, Meksikada, Kubada, Kuba, Türkiyə yadımızda saxlayırıq. Tütün istehsalına görə fərqlənən ölkələrdir. Qəhvə istehsalı. Qəhvə istehsalı, deməli, qəhvənin əsas vətəni Braziliya hesab olunur. Qəhvə istehsalına görə fərqlənir. Qəhvə istehsalına görə əsas fərqlənən ölkələrimiz Kolumbiyadır, Braziliyadır, Vyetnamdır. Qəhvənin əsas vətəni isə Afrikada Efiopiyadır. Qəhvənin əsas vətəni Efiopiya ölkəsidir. Bundan başqa inkişaf etməkdə olan ölkələrdən Yəməndə də qəhvə istehsalı var. Yəmən, Vyetnam, Kolumbiya, Braziliya, Efiopiyada qəhvə var. Bir də var kakao istehsalı. Kakao əsasən Qərbi Afrika ölkələrində daha geniş yayılıb. Burada Côte d'Ivoire'dır, Qanadır, Kamerunda var, Braziliyada var, Kolumbiyada, Meksikada kakao istehsalı var. Əsasən Qərbi Afrikadır vətəni. Sonra çayçılıq gəldi. Çayçılıq da rütubətli yerləri istəyir. Çay istehsalına görə Hindistan, Şri-Lanka, Çin və Afrikadan isə Kenya çay istehsalına görə fərqlənən ölkələrdir. Şri-Lankada Ceylon markası idi. Kalçuk istehsalı. Kalçuk Cənub-Şərqi Asiya ölkələridir. Əsasən kalçuk istehsalına görə fərqlənirlər. Hindistan, Tayland, İndoneziya, buna Heveya da deyirik bu bitkiyə.
və Amerikada isə Braziliyada təbii kauçuk istehsal olunur. Ekvatorial və subekvatorial yerlərdə əsasən mümkündür. Cüt istehsalına görə fərqlənən ölkə Hindistandır, Bangladeşdir, Çindir, Myanmadır, Tanzaniyadır. Cüt istehsalına görə fərqlənən ölkələrdir və həmçinin Pakistanda. Ee, Bu dediyimiz bitkilərdən cutdur, şəkər çuğundurudur, daha sonra kətandır. Bunlar dünya bazarına çıxarılmır. Ancaq yerli tələbat ödəmək məqsədi iləndir. Əsasən dünya bazarına yəni çıxarılmır satışda. Daha sonra gəldik burada dediklərimizin ümumi yeni bir təsviri var. Pambıq, Çin, Hindistan, ABŞ, Braziliya, Pakistan, Özbəkistan, Türkiyə, Avstraliya kimi ölkə. Çin, Hindistan, Kenya, Afrikada Kenyanı yadımızda saxlayırıq, Şri Lanka. Qəhvə istehsalına görə qəhvənin əsas vətəni Efiopiya hesab olundu. Braziliya, Vyetnam, Kolumbiya, kakao, Qərbi Afrika ölkən, Kote d'Ivoire, Qana, Braziliya, Kamerun və s. Kauçuk istehsalı Cənub Şərqi Asiyada, sizin ekvatorial iqlim qurşağına, Tayland, İndoneziya, Malayziya, Hindistan, Braziliyada, Hiveyədə deyirdik. Kartov əkinləri mülayim iqlim qurşağında Polşadır, Almaniyadır, Ukraynadır, Rusiyadır, Çindir, Hindistanda kartov əkinlərinə görə fərqlənir. Bunlar bizim bitkiçiliyi haqqında olan qeydlərimiz idi. İndi isə gəlirik ki, dünya təsərrüfatının ikinci sahəsi heyvandarlığa. Heyvandarlığın da burada bir saniyə burada slaytların yeri qarışıq düşüb. Bir dənə bu bitkiləri də göstərək. E, Portaqal və limon istehsalına görə ABŞ, banan istehsalına görə dünyada Braziliya, kakao istehsalına görə Cote d'Ivoire, zeytun istehsalına görə İspaniya, üzüm istehsalına görə İtaliya, fındıq istehsalına görə Türkiyə, araq və çay istehsalına görə Hindistan, təbii kauçuk istehsalına görə isə İndoneziya dünyada lider ölkələr hesab olunurlar. Daha sonra gəldik dünya təsərrüfatında heyvandarlıq. Heyvandarlığın iki istiqamətdə inkişaf etdirmək olar. Bir südlü istiqamətində südlü ətli, bir də ətli və ətli südlü istiqamətli heyvandarlıq var. Südlü istiqamətli heyvandarlıq əsasən mülayim iqlim qurşağına düşür. Yaşıl ot və silosla qidalanan heyvanlar südlü istiqamətli idi. Quru ot, yəni samanla qidalanan heyvandarlıq isə ətli istiqamətli idi. Buna görə də südlü istiqamətli heyvandarlıq burada şəkildə xəritədə də gördüyümüz kimi deməli, xəritədə də gördüyümüz kimi südlü istiqamətli mülayim iqlim qurşağının ərazisi ABŞ-ın mülayim iqlim qurşağı, Rusiyanın mülayim iqlim qurşağında olan yerləri, Hindistanda, Avstraliyanın şərq hissələri, Afrikada da qismən və Cənubi Amerikada qismən südlü istiqamətli və südlü ətli istiqamətli heyvandarlıq yayılıb. Ətli istiqamətli heyvandarlıq isə quru ot samanla qidalanan heyvanlardır ki, bunlar da otlaqlar, quru və dağlıq yerlərdə olur. Məsələn, Mərkəzi Asiyadır, Afrikadır, səhra zonasıdır, Cənubi Amerikanın səhra zonaları, Şimali Amerikanın səhra zonaları, Avstraliya ən çox otlaq sahəsinə görə seçilən ölkələrdir ki, bunlarda da deməli oldu ətli istiqamətli heyvandarlıq. Daha sonra dünyada qaramal sayına görə Hindistan birinci yerdə durur. Mal-qaranın sayına görə qaramal deyirik. Bundan başqa Braziliya, Çin, ABŞ, Argentina da seçilir. İnkişaf etməkdə olan ölkələrdə taxıl əkinləri bu arada uşaqlar deməli otlaq heyvanların qidası kimi istifadə olunur. Daha doğrusu inkişaf etmiş ölkələrdə yem məqsədi ilə istifadə olunur. Əkin sahələri, buğda falan. Digəri isə otlaq sahəsi kimi istifadə olunur. Qaramal Hindistan, Braziliya, Çin, ABŞ, Argentina oldu. Əmtəli inkişaf etmiş ölkələr olmalıdır. Avropa ölkələri, xüsusilə Danimarka, Niderland, Fransa, Şimali Avropa ölkələri heyvandarlıqda daha yaxşıdır. Avstraliya, Yeni Zelandiya, Argentina, ABŞ, Kanadada əmtəli heyvandarlıqdır. Qoyunçuluq. Əsasən quraq iqlim olan bölgələr Avstraliya, Çin, Hindistan, Türkiyə, İran, Monqolistan və rütubətli iqlim olan yerlərdə də İngiltərə, Yeni Zelandiya, Argentina, Uruqvayda da var. Və qaragül qoyunçuluq var ki, zərif dərisi olan qoyunlardır. Körpə quzu dərisi istehsal etmək məqsədilə bu qaragül qoyunçuluğu inkişaf etdirilər. Türkmənistanda, Özbəkistanda, Əfqanistanda, İranda qaragül qoyunçuluğa görə seçilir. Donuzçuluq Çindir, Danimarkada, Niderlandda, ABŞ-dır. Ümumiyyətlə bu dünya
dünya təsərrüfatında əti olan tələbatın ən çox hissəsini donuqçuluq ödəyir. Lakin İslam ölkələri donuqçuluq sahəsi inkişaf etdirilməmişdir. Həmçinin donuqçuluq təsərrüfatdan, yəni təbii şəraitdən daha az asılıdır. O ancaq ətə olan tələbatı ödəmək üçün istehlak rayonlarında saxlamaq olur, şəhər ətrafı ərazilərdə. Həmçinin quşçuluğun da təbii şəraitdən asılılığı azdır. O da insanlar ətə olan tələbatını ödəmək üçün sırf istehlak rayonlarında, xüsusən də urbanizasiya regionlarında, çünki şəhər ərazisinin sayı çox olduğuna görə urbanizasiya rayonlarında yerləşdirilir. Balıqçılıq sahil boyu ərazilərdə Yaponiya, Çin, Rusiya, ABŞ, Kanada, Çili, Peru kimi ölkələrdə inkişaf elətdirilir. Balıqçılığın da iki cür sahəsi var idi: marikultur və akvakultur. Marikultur dəniz mühitində canlı orqanizmlərin artırıldığı yerdir. Akvakultur təsərrüfatı isə dəniz və quru canlılarının, yəni dənizdə yaşayan canlılar və quru sularında yaşayan canlıların artırıldığı süni su tutarlardır, fermalardır ki, bunlar da akvakultur təsərrüfatı adlanır. Ən çox Fransada, Yaponiyada, Çində bu təsərrüfata görə seçilirlər. Arıçılıq yüksək dağlıq ölkələrdə Qırğızstan, Boliviya, Peru, Türkiyə və mülayim qurşaqda yaxşı inkişaf eləmişdir. Yəni yüksək dağ çəmənlərində daha yaxşı inkişaf eləyib. Daha sonra belə bir tapşırığımız var: arıçılıq, qoyunçuluq, maldarlıq, əkin yerləri və meşə təsərrüfatının inkişafı ilə bağlı. Meşə təsərrüfatı meşənin içərisində inkişaf eləyər, 5C. Maldarlıq fermalarda inkişaf eləyər, 3Y. Burada da fermaları görürük. Daha sonra əkin sahələri dağ ətəyi düzənlik yerlərdə olar. D. Dağın ətəyində olan yerlərdə daha əlverişlidir. Qoyunçuluq, otlaq sahəsi olan yerlərdə B və arıçılıq isə yüksək dağ çəmənlərində A olan ərazilərdə inkişaf elətdirilib. Bu da bizim dünya kənd təsərrüfatı ilə bağlı ümumi məlumatımız.